Bugün həm də Xətai məhəlləsində qəhrəman şəhidimiz Seyidov Nihat Mehmanoğlu'nun 5-ci il dönüm mərasimini qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Aziz şəhidimizin anım mərasimine inşallah ki Allah'ın sevgili kulu olduğu için Allah kelamlarıyla başlayacağıq, Allah kelamlarıyla da bitirəcəyik. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Şəhidimiz, qəhrəman oğlumuz Nihat Mehmanoğlu'nun simasında cəm Azərbaycan şəhidlərinin dər haqqında El-Fatiha məs-salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rəhmət eylesin. Şəhid ataları, doğmaları, əzizləri, hörmətli tədbir iştirakçıları. Bugün şəhidimiz Seyidov Nihat Mehmanoğlu'nun şəhid olmasının 5-ci il dönümü tamam olur. İcazə verin, şəhidimizin ruhu qarşısında baş əyək, şəhidimizə hörmət və ehtiramımızı bildirək. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini bir dəqiqələ yad etməyinizi xahiş edirəm. Seyidov Nihat Mehmanoğlu 12 iyun 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teybaz kəndindən anadan olub. 15 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Şəhidimizin ruhu qarşısında baş əyir, hörmət və ehtiramımızı bildiririk. Əziz şəhidimiz, bugünkü gün sənin mövludundur, il dönümündür. Cənnətdəki il dönümün Allah mübarək eləsin. Ona görə ki, bir ata-ana üçün çətindir, övlad ikisi, hələ də ola bir qəhrəman övlad, öz canını vətənə, millətə, xalqa, dövlətimizə, suverenliyimizə qurban verən İsmail müəllim bir gözəl söz dedi ki, onlar gedəndə arxaya baxmadılar ki, arxada ata var, ana var. Ancaq mən deyərdim ki, onlar arxaya baxdılar və arxada öz ata-analarını gördülər, öz bacı qardaşlarını gördülər, vətəni gördülər. Hər hansı bir tanınmayan, bilinməyən, bir daxmada yaşayan bir qocanı gördülər. Yetimlər evində yaşayan atasız, anasız körpələri gördülər, ona görə qabağa getdilər. Onlar özlərini fəda elədilər. Özlərini fəda elədilər ki, bizlər yaşayaq. Pay verə bilmirik. Sizin oğullarınız canlarından bizlər üçün pay veriblər. Ona görə də Allah hər birinizin səbrini versin. Onların hamısına rəhmət eləsin. Məqamları ucadır, ucadan da uca olsun. Ananın ərşəyə çəkilib şirin yuxusu, cənnət məkanda buyur dizlərin üstünə əyib belini, sellər tək sallama şəhidlərdən, sonsuz bədənimi möhkəm qucaqla, isti nəfəsini son kəs istədim, gözlərin yaşla dolu olsa da, ürəyin fəxrlə qoy dolu olsun, sən qürurla dur, dik tut başını, balam şəhid olur, sevin anadan. Uca tut başını, şəhid anası, sənə Tanrı yazdı.
igidlər bayraq uğrunda, bu millət yolunda, vətən yolunda torpağa getdilər, torpaq uğrunda. Şəhidlərə borcluyuq biz, Şuşa, Laçın və Əsgəran, Ağdam, Ağdərə, Ağdam, Ağdərə, Zəncilan, Hadrut, Qubadlı, su qovuşan, şəhərlərə bayraq sancan, şəhidlərə borcluyuq. Ölməyir, yaşayır diri, and olsun Allaha cənnətdir yeri. Getsə də dünyadan cavan şəhidlər, əbədi yaddaşda qalan şəhidlər. Ən uca məqama insan çatacaq, başqa bir aləmdə həyat tapacaq. Behiştin bağında rahat yatacaq, düşməndən qisasını alan şəhidlər, əbədi yaddaşda qalan şəhidlər. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarəti, o mərd duruş, kimsə tez unudulmuş, o hər bir xatirəsiyəm, bugün torpaq axda yatan, həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağım, mən onu sönmüş ocağım, mən namusu Qarabağım, Şah babamın nəvəsiyəm, bugün torpaq axda yatan, həmin şəhidin səsiyəm. Məhz onlarla çiyin-çiyinə döyüşən o qazilərimiz oldular. Öz canlarını qurban verən bütün Azərbaycan şəhidlərimizin ruhu şad olsun. Allah bir daha şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün biz buraya vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda öz canından keçmiş qəhrəman oğlumuz Seyidov Nihatın əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Borcumuzu yerinə yetirə bilmərik. Sənin o silahının, sənin o vətənpərvərlik nümunənin qarşısında biz hər zaman sənə borcluyuq. Burada yanan oldunuz, keçib ürəklərində qalan oldunuz. Unutmaq olarmı sizi şəhidlər? Unutmaq olarmı sizi şəhidlər? sağ olun. Təşəkkür edirəm. Gələn ayaqlarınız var olsun. Allah razı olsun sizlərdən ki, bugünkü gündə bizləri tək qoymadınız bu məzar başında. Nihata da sözüm odur ki, Nihat, anan sənə qurban olsun. Keşi belə olmayaydı. Amma sən mənim başımı uca elədin, ata başımı uca elədin. Vətən yolunda, xalq yolunda getdin, aşağı dönmüsən. Bu qədər çəhdin ki, qürur duyuram səndən, qeyrətə qurban olmay bala. Gecələr. Bircə kəlmə deyirəm. Qürurlu olun, dəyanətli olun analar. Xanım Zeynəb kimi sual verdilər. İmam Hüseyni öldürəndən sonra dedilər və Zeynəbin çox yaxınlarını öldürdülər. Hətta çox öz o iki oğlunu öldürdülər. Sual verdilər. Zeynəb, nə gördün? Dedi, gözəllikdən başqa bir şey görmədim. Elə qürurlu danışdı ki, Yezidi məhv elədi. Sizin qürurlu durmağınız erməniləri və erməniləri dəstəkləyən millət, dövlət, xalq hamısını məhv eləyəcək. Muhammedin və Ali Muhammed. Euzubillahimineşşeytanirracim. Eləsin bütün şəhidlərimizə, Nihat Mehmanoğlu simasında Azərbaycan şəhidlərinin hamısına Allah rəhmət eləsin, Allah məqamlarını uca eləsin. El-Fatihə məs-salam. Muhammed sallallahu aleyhi Muhammed. Allah rəhmət eləsin. Allah canı şəhidlərimizin məkanının canına. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Məqamlarını uca eləsin. Burada Əlahəddin qoşun ordunun